Salam olsun məqamına ey şəhid, salam olsun sənin nuruna toplaşan şəhid əmanətlərinə, əzasız şəhid qazilərimizə, vətən müharibəsi iştirakçılarımıza və sənin bütün qonaqlarına. Mən burada həm öz adıma, həm də Bakıdan gələn Vətən Sevərlər İctimai Birliyinin adından iştirak edirəm. Əslində qalsa həmin birliyin təsisçisi olan Surə xanım Məmmədova və yanında 4 nəfər şəhid ailəsi, şəhid bacısı, anaları gəlmişdi. Təəssüflər olsun ki, bugün tədbirdə iştirak eləmək alınmadı əzizimiz Gülşad xanım. Amma onların birlik adından sizə Eminə təsis elədiyi bir təltifi oxumaq istəyirəm icazənizlə. Ardınca da bir şeirimlə, qısa bir şeirlə tamamlayaram. Torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı mənfur düşmənə qarşı vuruşaraq qəhrəmancasına həlak olmuş vətən müharibəsi şəhidimiz Sadiqov Emin Rəşadətoğlu tərəfimizdən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə ölümündən sonra təltif edilir. Allah rəhmət eləsin, ruhu şad olsun. Kitabları cild-cild yaza bilərik, şeirləri cild-cild dərc eləyib, işıqlandıra bilərik. Bunların hamısı biz yazarlar tərəfindən şəhidlərimizin ruhuna olan bir ehtiramdır. Mən də Gülşad xanımın, Gülşad bacımın dilindən Emin üçün bir-iki sətir qələmə almışam. İcazənizdən onu səsləndirim. Gözlərim yollarının tozun yuyur hər səhər. Hardasan əziz balam? Qolum, qanadım oğul. Yatsam da gecələri göz yaşımla bir təhər, özümü hər yuxu üçün hər gün qınadım oğul. Gündüzlər rahatlığım, gecə hüzurum qaçıb, mənim həyat adında yaşamaq eşqim itib. Bilirəm cənnət sənə qapılarını açıb, ayrılığın tikan tək köksüm üstündə bitib. Ağzımın dadı qaçıb, hər şey acı, zəhrimar, sən gedəndən udduğum hava da haram olub. Sənin bahar ömrünə qəfil yağdı soyuq qar, şaxta vuran ürəyim ən böyük yaram olub. Vətən sevdalı balam, yurd ətirli Eminim, indi sənin ətrini bu torpaqdan alıram. Ruhunun başım üstə uçduğundan əminəm, xatirəmin yolunu səmalardan salıram. Səni yola salaraq dayandığım o yerdən, baş əyirəm göylərə ucatdığın bayrağa. Alqış olsun sayəndə əsir torpaqlarımda, illər sonra yaranan